Bu dəfə dana quyruğundan yemək hazırladım. Sizlərlə reseptini bölüşürəm. Bir böyük soğanı yarım halqa doğrayıram. 2 dənə bibəri yumru-yumru doğrayıram. Pomidorları isə 2 hissəyə bölürəm. Qabıqlarını soymuram. Qazanın dibinə soğanı əlavə eləyirəm. Üzərinə isə dana quyruğuna deməli vururuq pul biber, sarı kök, kəklik otu, duz. Qarışdırıb əlavə eləyirəm qazanın içinə, soğanların üzərinə gördüyünüz kimi. Arasına isə bütöv şəkildə kartofları əlavə elədim və tərəvəzləri qat-qat yığıram. Soğanı əlavə eləyirəm, biberləri, üzərindən pomidoru əlavə eləyirəm. Pomidorun qabığını soymuram, sonunda çıxardacağam və zirinc. Yuyulmuş zirinci də əlavə eləyirəm, sumaq əlavə eləyirəm. Dəfnə yarpağı əlavə eləyib, bir diş də sarımsaq və şüyüd qoyub, 1 stakan su əlavə eləyirəm. Kərə yağı qoyub, qoyuruq bişməyə. Tam hazır olana qədər, hardasa bir 3 saata çox gözəl bişdi. Əti pambıq kimi və gördüyünüz kimi bu da bizim yeməyimiz. Nuş olsun.